Diqqət, diqqət, danışır Xalq Jurnalistikası. Salam, axşamınız xeyir. Efirdə son xəbər studiyada Elvin Basqallıdır. Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası istiqamətində işlər davam etdirilir. Bunu Xarici İşlər Naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə bu istiqamətdə hər iki tərəfdə müvafiq komissiyalar yaradılıb və proses mütəmadi şəkildə davam etdirilir. Biz aparılan işin müsbət ilkin nəticələrinə şahid olmuşduq. 13 kilometrə yaxın dövlət sərhəd xətti delimitasiya edilib deyə Ceyhun Bayramov bildirib. Nazir həmçinin qeyd edib ki, tərəflər arasında müəyyən razılaşmalar əldə olunub. Delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək, proses həyata keçiriləcək, esklav kənd məsələləri öz həllini tapacaq. Xatırladaq ki, Azərbaycanın Ermənistan ərazisində daxilində yerləşən 4 eksklav anklav kəndi mövcuddur. Yuxarı Əskipara, Soflu, Bərxudarlı və Naxçıvan Muxtar Respublikasına aid olan Kərki kəndi. Ankara'da keçirilən NATO sammiti çərçivəsində Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump və Ukrayna prezidenti Volodymyr Zelenski birgə mətbuat konfransı keçiriblər. Konfrans zamanı Trumpın çıxışında diqqət çəkən dil sürüşməsi yaşanıb. Birləşmiş Ştatlar prezidenti İranı nəzərdə tutarkən səhvən Yaponiyanın adını çəkib. Trump çıxışı zamanı Yaponiya İslam Respublikası tərəfindən 111 raket buraxılıb ifadəsini işlədib. Onun bu sözləri qısa müddətdə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. By the Islamic Republic of Japan. İraqın Nəcəf şəhərində İmam Əlinin ziyarətgahında olan İran prezidenti Məsud Pezeşkan və Xarici İşlər naziri Abbas Əraqçı izdihamın arasından çətinliklə çıxarılıblar. Ölkənin mərhum ali lideri Ayətullah Seyid Əli Xamneyi ilə vida mərasimində iştirak etmək üçün İraqa səfər etmiş rəsmilər Birləşmiş Ştatların dünən İrana zərbələr endirməsindən sonra çətinliklə izdihamlı ziyarətgahdan çıxarılıblar. Bu il məktəbli geyimlərinin qiymətində hər hansı dəyişiklik varmı? Bakı Tikiş Evinin satış müdürü Etibar Əzimov son xəbərin suallarını cavablandırır. Bu ətəklərdir, şalvarlardır. Bunlar 15 manat. Jaketlər, bunlar demək 22 manat, 30 manat evində olub 22 manat. Qolsuz köynəklər 12 manat, qollu köynəklər 14 manat. 4 istehsalçı müəssisəyə məxsus 5 məhsulda meyvə və tərəvəz nektarları və konsentratlarından əldə olunan məhsullarda istifadəsinə yol verilməyən rəngləyici maddələr aşkarlanıb. Aparılan monitorinq çərçivəsində 16 istehsalçı müəssisəyə məxsus 17 məhsuldan nümunələr götürülərək qida rəngləyiciləri, qoruyucu maddələr və orqanoleptik göstəricilər üzrə laboratoriya müayinələrə təqdim olunub. Fövqəladə Hallar Nazirliyi xilas etmə işlərinin təşkili və aparılması qaydaları, nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərər çəkmişlərin xilas edilməsi və suda boğulması malları ilə bağlı xilas etmə əməliyyatlarının aparılması, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərin daha da təkmilləşdirilməsi məqsədi ilə təlim keçirib. Təlim zamanı şərti olaraq deformasiyaya uğramış avtonəqliyyat vasitələrindən zərər çəkmişlər xilas edilib. Həmçinin suda boğulma təhlükəsi ilə üzləşmiş şəxs sudan çıxarılaraq ilkin yardım göstərildikdən sonra aidiyyatı üzrə təhvil verilib. Balakən və Ağstafa rayonlarının bir sıra yaşayış məntəqələrində intensiv yağan yağışlar nəticəsində su dolmuş ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən fasiləsiz olaraq davam etdirilir. Qaynar xəttimizə müraciət edən Balakən rayonunun Hənifə kənd sakini Sevil İbrahimova həyətini su bastığını və təsərrüfatdan ciddi ziyan dəydiyini bildirir. Toyuqçu gəmi də su apardı. Baxın, sizə müraciət edirəm. Sizə əlim çatan yer sizdir, sizsiniz. Balakən rayonu, Hənifə kəndi, İbrahimova Sevil. Bu qədər ziyan çəkirəm. Baxın. 055 8 104 104 bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. Siz də sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı 24 saat çəkiliş edib 055 8 104 104 nömrəsinə həmin görüntünü göndərə bilərsiniz. Balakən rayonu Körtala kəndindən qaynar xəttimizə müraciət edən sakin deyir ki, yağış yağandan sonra Katex çayına gələn güclü sel evlərini yararsız hala salıb.
İntensiv yağan yağışlar nəticəsində Zaqatalada bir sıra küçə və yaşayış məntəqələrini su basıb. Yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb, Talaçaydan güclü sel keçib. Təbii fəlakət nəticəsində evlərə, təsərrüfatlara və nəqliyyat infrastrukturuna ciddi ziyan dəyib. Güclü sel suları Zaqatalada bir sayılı poçt binasını aparıb. Girmə, abra gələk keç. Mart ayında yağan yağış və sel nəticəsində evinə ziyan dəyən paytaxtın Səbail rayon sakini aidiyyatı qurumlara bir də son xəbər vasitəsilə müraciət edir. Hacıqabul rayonunun Məmmədəmin Rəsulzadə küçəsinə 10 ildən artıq müddətdə yeni asfalt örtüyü çəkilmir. Küçənin yolları bərbad vəziyyətdədir. Qaynar xəttimizə müraciət edən Hacıqabul sakini belə deyir. Küçəmizin günü bu vəziyyətdədir. Keçmək olmur. Hələ bu qurumuş halıdır. Yəni, belə yaşayış olmaz. Bələdiyyə hara baxır bilinmir. Ağdam rayonu Böyükbəyli kəndində uşaq bağçası var, amma fəaliyyət göstərmir. Ağdam rayonu Böyükbəyli kənd bağçası olub. İndi bağça yaman bərbad gündədir. Bilmirik biz uşaqlarımızı hara aparaq. Çox pis haldadır. Bu da belə. Xahiş edirəm bunu aidiyyatı orqanlar görsün. Buna bir tədbir görsünlər. Ağsu rayonu Bico kənd sakini deyir ki, ev heyvanları kütləvi şəkildə tələf olur. Onlara verilən dərmanlar isə heç bir fayda verməyib. Gördüyünüz kimi harasa bir 600-700 manata yaxın dərmanlara xərc etmişəm. Həm buradakılı, həm də evdəki dərmanlara. Hələ də qoyunlardan bir xəbər yoxdur. Allah özü kömək olsun. 6 dənə demək qoyun, bir dənə toğlu ölüb. 22 dənəsi də bir dəqiqə karantindadır. Paytaxtın Babək prospekti 79A ünvanından bizə göndərilən görüntüdə bərbad vəziyyətdə olan yataqxana haqqında əlavə nəsə deməyə ehtiyac yoxdur. Yataqxana görüntüdə sanki dil açıb danışır, təmir istəyir. Bakı şəhəri Yasamal rayonu Lev Tolstoy küçəsində yerləşən yaşayış evində yanğın olub. Yanğın söndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalmaz tədbirlər sayəsində 2 mərtəbəli yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Samuqda ağır yol qəzası zamanı 3 nəfər həlak olub. Həlak olanlardan ikisi ər-arvad olan Samir Əhmədov və Fəridə Əhmədova. Həlak olan 3-cü şəxs isə onların qohumu Aqilə Aliyevadır. Qəza zamanı vəfat edən ər-arvadın 17 yaşlı övladları Əhməd Əhmədov və avtomobillərdən birinin sürücüsü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Qaynar xəttimiz 055 804 104-dür. İstənilən vaxt bizə sizi narahat edən və maraqlandıran görüntüləri qeydə alıb göndərə bilərsiniz. Xəbərin sonu yoxdur, son ünvanı var. Space TV-də son xəbər. Sabah yenidən görüşərik. Xəbər ziyafətini qaçırmayın və ədimizə sadiq olaq.